Əməkdar artist Könül Kərimova onu tənqid edənlərə cavab verib. Sfera.az xəbər verir ki, müğənni onu aqressiv adlandıranlara əsəbləşib. Bu haqda söhbət var verilişində danışan Kərimova bunları əlavə edib. Elə dərslər aldım ki, çox ayığam. Mənə deyirlər ki, çox aqressiv, həssas olmusan. Deyirəm ki, aqressiv deyiləm. Sadəcə hər şeyi gözəl görürəm və reaksiyanı həmən bildirirəm. Əvvəl özümü müdafiə edə bilmirdim. İndi gözəl müdafiə edirəm. Səbəbi özünüzdə axtarın. Niyə? Mənə niyə kaprizli deyirsiniz? Dəli deyiləm ki, durduğum yerdə aqressiv olum.